Kamran Bey, qarşıdan işıqlar var, nizamlanan yol açdı və orada biz sağa dönüş edəcəyik. Sağdakı nişanlara diqqət elə. Birinci zoldan ancaq sağa, ikinci zoldan düzünə sağa. Sağın yandı, bir zola sağa keçdilər. Biraz alt sürətindən azalt. Bax, bu nişanlara diqqət elə, məlumat versin nişanı, get. Ha, indi ayrılacaq. Çünki işıqlarda işıq söndür köməkçi bölümü. Bax, birinci zoldan düzünə sağa çəkilmişdi. Birinci zoldan sağa çəkilmişdi. İkinci zoldan düzünə sağa çəkilmişdi. Üçüncü zoldan ancaq düzünə çəkilmişdi. Deməli, biz buradan da sağa dönə bilərik. Orta zoldan sağa dönə bilərik. Bax, o nişan olmasaydı orada və ya yerdə ox çəkilməsəydi, orta zoldan sağa dönmək qadağandır. Orta zoldan ancaq düzünə gedə bilərsən. Aydındır. Bu zoldan isə düzünə və sağa gedə bilərsən. Heç bir nişanlama xətti yoxdursa. Amma burada görürsən nişan bizə əmr edir ki, daha doğrusu məlumat verici nişandır. Bizə məlumatlandırır ki, buranın mütləq və mütləq sən sağa dönməlisən. Nişan haran göstərsə o istiqamət gedəcək. İndi sağa gedərkən birinci zola düşməlisən, kənar sağ zola. Ortadan dönüş edəcəyik biz. Bax, orta zola düşəcəyik. Gəl, sükanı döndər yavaş-yavaş. Bu zolaq doludursa, hə, o zaman o zola düşə bilərdin. Amma dolu deyil, düşünsən öz onu, əhsən. Keçdin, işığı söndür. Fikrimi çatdıra bildim. 5-8-1, 5-8-2 nişanlar var. Kvadratın içərisində olan zohada hərəkət istiqamət nişanları. Bu nişanlar həm bütöv yol ayrıcılığına qüvvələrdir, kəskinmədə qüvvədən düşmürlər. Həm də ki, zohadan hara getməli olduğumuzu bizə məlumatlandırır. Və bir növdə məcbur edicidir. Yəni bizə demir, ha, sən düzünə sağa göstərdiyin halda buradan sola dön və ya sağa göstərdiyin halda düzünə gedə bilərsən. Yəni məcbursan sən, oldu mu? Bir də var məcbur hərəkət istiqamət nişanları, dairənin içərisində olan nişanlar. Onların məcbur hərəkət istiqamət nişanları olsa da, biraz təmin işlə girir. Sağın yanında sağına gedək onda. Olsa da onlar ikinci kəsmində qüvvədən düşürlər. Dairənin içərisində olan nişanlar. Gəl, çox artırma, dönəcəksən. İndi döndər sükanını, döndər. Ay maşallah. Əlasan Kamran. Sola keçmək mümkündür. Yanında keç. Ay sağ keçə bilmirsən, bax, eyb yox. Qarşın boşaldı, gedə bilərsən. Kamran, mən sənə uğurlar arzulayıram qardaşım. Maşallah, özün çox gözəl idarə edirsən artıq. İmkan var sola keçməyə? Keç. Laf qarşıdan sağa doğru gedəcək yolda. Uğurlar olsun.